tutunuca Azerbaycan oldu feda Azerbaycan şirin canım. Torpaq öz uğrunda şehit verdiysen ucalar, karıştı torpaq ile sondan maxandan. Sen canını qeyrətini qorumaq üçün verdin, millət üçün, xalqın üçün, torpaq üçün verdin. Vətən sağ olsun dedin, öldün vətən uğrunda. Ölmədin əslində, şəhid olmaq üçün verdin. Bizdə nə qorxu, nə təlaş, ədalət haqdır bu savaş. Mən öz vətənimi sevmişəm, vətən sağ olsun demişəm. Anam şəhid anasıdır, qəmi Hüseyn əzasıdır. Bu haqq davası, bu döyüş Hüseynin Kərbəlasıdır. Sen bu torpağın oğlusan şəhid, şəhid. Sen bu torpağa bağlısan şəhid, şəhid. Ruhu var ruhum eyleyir təzim. Sen anadan doğulmusan şəhid, şəhid. Sen bu torpağın oğlusan şəhid. Sen bu torpağa bağlısan şəhid, şəhid. Ruhu var ruhum eyleyir təzim. Sen anadan doğulmusan şəhid, şəhid. Sen bu torpağın oğlusan şəhid. Sen bu torpağa bağlısan şəhid. Ruhun qarşısında baş əyir ruhum. Sen doğularkən olmusan şəhid, şəhid. Kaş mənim də anamın dərdi şəhid analarının dərdi qədər olsun. Zəfər Allah'ın, zəfər Azərbaycan ordusunun olsun. Ağlama qeyrətli ana, sil gözünün yaşını. Sen şəhidin anasısan, dik tutasan başını. Elə bir oğul fəda eyledin ki bu torpağa. Xalq öz qəlbindən ona düzəltdi başdaşını. Sən Həzrəti Fatimənin dərdinə yanarla. Düşmana göstərmə bu göz yaşı nihanarla. Oğlu susuz oldu şəhid Həzrəti Fatimənin. Dərdini qoş Fatimənin dərdinə qan ağla. Azərilərdir bu diyar, Gəncə İmamzadəsi var. Rəhim Əmir Möhsüm ağa dəfn olunub bu torpağa. Canı fəda et vətənə, vətən oğul desin sənə. Hüseyn Hüseyn şüarımız, şəhadət iftixarımız. Sen bu torpağın oğlusan şəhid, şəhid. Sen bu torpağa bağlısan şəhid, şəhid. Ruhu var ruhum eyleyir təzim. Sen anadan doğulmusan şəhid, şəhid. Sen bu torpağın oğlusan şəhid. Sen bu torpağa bağlısan şəhid, şəhid. Ruhu var ruhum eyleyir təzim. Sen anadan doğulmusan şəhid, şəhid. Şerefin tuttunuca Azerbaycan oldu feda Azerbaycan şirin canım. Torpaq öz uğrunda şehit verdiysen ucalar, karıştı torpaq ile sondan maxandan. Sen canını qeyrətini qorumaq üçün verdin, millət üçün, xalqın üçün, torpaq üçün verdin. Vətən sağ olsun dedin, öldün vətən uğrunda. Ölmədin əslində, şəhid olmaq üçün verdin.
Bizdə nə qorxu, nə təlaş, ədalət haqdır bu savaş. Mən öz vətənimi sevmişəm, vətən sağ olsun demişəm. Anam şəhid anasıdır, qəmi Hüseyn əzasıdır bu haqda. Ay cismi yara şehidim, qovuşdun yara şehidim. Cavansam yaraşmayırsan, bircə məzara şehid, bircə məzara şehid. Ananın qəlbi yaradır, gözündə yaş şəlalədir. Atanın başı ucaldı, könül mülkü viranədir, könül mülkü viranədir. Ay cismi yara şehidim, oğul qovuşdun yara şehidim, oğul cavansan yaraşmayırsan, bircə məzara şehidim, oğul bircə məzara şehidim, oğul. Ayrılık edenler zulüm, gülzarı solmayan gülüm. Şehit kimi sen doğundun, sen ölmedin öldü ölüm, sen ölmedin öldü ölüm. Ay cismi yara şehidim, Ali qovuşdun yara şehidim, Ali cavansan yaraşmayırsan, bircə məzara şehidim, Ali bircə məzara şehidim, Ali. Sənin üçün əllər ağladım, ah çəkib sinə dağladım. Qorudun vətən torpağım, torpaq səni qucaqladı, torpaq səni qucaqladı. Ay cismi yara şehidim, oğul qovuşdun yara şehidim, oğul cavansan yaraşmayırsan, bircə məzara şehidim, oğul bircə məzara şehidim, oğul. Şəhadət məqamındəni, yanındadır mələklərin. Ağam Hüseynə qonaqsan, cənnətdədir uca yerin, cənnətdədir uca yerin. Ay cismi yara şehidim, Ali qovuşdun yara şehidim, Ali cavansan yaraşmayırsan, bircə məzara şehidim, Ali bircə məzara şehidim, Ali. Məzarın güllü bağ olsun, məzarın güllü bağ olsun, düşmənin yurdu dağılsın.
Bircə söz əmanətin oldu oğlum. Mən getdim, vətən sağ olsun. Mən getdim, vətən sağ olsun. Vətən sağ olsun. Şəhid balam, cavan balam, ay balam, oldun yaman, vay balam, qonaq oldun kərəm başam. Lay 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 lay, önümüzden oynarsın. Şəhid balam, bağda açıb lalələr, günün üstə əyləşibdi jalələr. Səhər səhər sızındaram ney kimi, qatilifin evini yıxan lalələr. Şəhid balam, cavan balam, ay balam, qan və qəltan oldun yaman, vay balam, qonaq oldun Kərbəla şahına. Nənün Zəhra deyərsən lay lay balam, nənün Zəhra deyərsən lay lay balam. Şəhid balam, qarənləcək balara, çox ah çəkib, çox cigəri dağlara, qoyub qabağıma gecə şəklini, səhərədək qucaqlayıb bağlaram. Şəhid balam, cavan balam, ay balam, qan və qəltan oldun yaman, vay balam, qonaq oldun Kərbəla şahına. Nənün Zəhra deyərsən lay lay balam, nənün Zəhra deyərsən lay lay balam. Şəhid balam, görsəm səni yuxumda, səslər yenə ana ana yuxumda. Öpümüzü qucaqlayım boynunu, nə haldayam deyim sənə yolunda, deyim sənə yolunda. Şəhid balam, cavan balam, ay balam, qan və qəltan oldun yaman, vay balam, qonaq oldun Kərbəla şahına. Nənün Zəhra deyərsən lay lay balam, nənün Zəhra deyərsən lay lay balam. Şəhid balam, hələ üzük taxmadım, adaxlığın sürətinə baxmadım. Ay tuşların kimi toy otağında, əllər və toy hənası yaxmadım, toy hənası yaxmadım. Şəhid balam, cavan balam, ay balam, qan və qəltan oldun yaman, vay balam, qonaq oldun Kərbəla şahına. Nənün Zəhra deyərsən lay lay balam, nənün Zəhra deyərsən lay lay All
Açılan dillerimiz bize rahmet erisin. Acımış güllerimiz amin amin. İlahi amin. Sana hey şükür eylesin. Açılan dillerimiz bize rahmet erisin. Acımış gönüllerimiz amin amin. İlahi amin. Amin amin. İlahi amin. İlahi Gül o istiqamətdən, qoyan o istiqamətdən kamera düşə bilərsən. Buradan yox, oradan. Ha, oradan. Yani ona köydü de lan. Bize nasıl köydü? Ha, onu kolay kalsa bir için. Şimdi sen de bir köydü de Mahmut niye çıktı sağlık? yetişip dadımıza bize yol göster özün. Seni terk etmek için bize idrak ver özün. Birbirinden hoş olan öten her bir çağımız gün günden uzalan bu vatan torpağımız amin amin. İlahi amin. Birbirinden hoş olan öten her bir çağımız günü günden uzalan bu vatan torpağımız amin amin. İlahi amin. Amin amin. İlahi amin. Olaram yurda dayan, bedem ellerden uzak. Bize örnekti bugün yolu ecdadımızın. Bize örnekti bugün yolu ecdadımızın. Seçeneği namusunu ulu Türkçemizin. Seçeneği namusunu ulu Türkçemizin. اللهم صل على محمد وآل محمد. السلام عليك يا شهيد المزار. اللهم اغفر لنا ولوالدينا ولوالدي الحاضرين بجاه محمد. فاتحة. Ulu Türkçemizin. Çekerek namusunu ulu Türkçemizin. Ulu Tanrım bizi sen koru şerden çileden. Allah sağlam Ulu Tanrım bizi sen koru şerden çileden. Ben de çok teşekkür ederim. Tanrım bizi sen koru şerden çileden. Amin amin. İlahi amin. Amin amin. İlahi amin. İlahi amin. İlahi
Sen kes ben ateş ona. Ben hafifsiyim. ألم نشرح لك صدرك فإن مع العسر يسرا إن مع العسر يسرا فإذا فرغت فانصب وإلى ربك فارغب الله أكبر بسم الله الرحمن الرحيم والتين والزيتون وطور سينين وهذا البلد الأمين في أحسن تقويم ثم أسفل سافلين إلا الذين آمنوا وعملوا الصالحات فلهم أجر غير ممنون وما يكذبك بعد بالدين أليس الله الكريم ونحن على ذلك من الشاهدين والشاكرين الحمد لله رب العالمين ثم بلغ وارسل سباب هذه السورة شان ولوالدي الحاضرين بجاه محمد وآله أمجاد وبالفاتحة مع السلامات Allah rahmet eylesin. Allah ruhunu şad etsin. Nefret etsin bakışların, gamzeklerinden
saçlarım güllere yer olmuş baş taşlarım. Namusunu gayret taşı şehitler. Dünyanın eğreden solan oluruz, azatlık odundan yanar oluruz. Küçük yüreklerden kalan olur. Unutmak olur sizi şehitler. Dünyanın heyrete salan oldunuz, azatlık odunda yanar oldunuz. Küçük yüreklerle kalan oldunuz. Unutmak olan sizi şehitler. Vay, unutmak olan sizi şehitler. Allah şehitlerimizin hamısına rahmet eylesin. Onların hamısının karşısında baş eğilik. Allah qazilərimize de şəfa versin. Allah ordumuza değmesin. Ali başkanımıza da değmesin kardeş. Yardı köksün namert güllesin. Dolu denizden betenlenmesin. İndi yanaların ahın ağlasın. Akan gözlerin yaşını şehitler. Küçük yüreklerden kalan oldunuz. Unutmam olar sizi şehitler. Dünyanın heyrete salan oldunuz. Azatlık uğrunda yanar oldunuz. Küçük yüreklerden kalan oldunuz. Sizi şehit, unutmam olar sizi şehitler. Ay, unutmak olar mı sizi şehitler. Bir alkış gelsin, şehitlerimize Allah rahmet eylesin. Allah hamsın. Davamızı eylesin. Allah onları şahit etsin. Her bir valideyn öz övladı ilə qürur duyur. Hafız əmimiz də bu günləri vətənə canın vermiş övladı ilə qürur duyur. Bütün valideynlər, şəhid valideynləri. Bu günləri masum balamızın bir mərasimində biz doğum günündə adətən Abdullah qardaş hədiyyə olardı şəhidin valideyninə bir xalçanı. Amma bu günləri doğum günü keçirilmədiyi üçün məsləhət bu günləri təqdimat olunsun. Abdullah qardaş zəhmət olmasa siz sizə gələrdir. Şəhidimizin anası da zəhmət olmasa, günlər varsa zəhmət olmasa. İnsanlar öz malından, mülkündən Allah yolunda sərf edirlər. Bəzi insanlar var isə öz malın, mülkün, öz canından çox istəyir. Masallımızda şükür olsun Allah'a ki, malın xalq yolunda, dövlət yolunda, Allah yolunda xərc edənlər çoxdur.
O qardaşlardan biri də Abdullah qardaşdır ki, bu günləri kiçik bir hədiyyə ilə, amma şəhid valideynlərinin qəlbində böyük bir hədiyyə qazanır həmin hədiyyə. Xalça üzərində şəhidimizin əksi hazırlanır və şəhidin valideynlərinə təqdim olunur. Abdullah qardaş buyurur. Allah Abdullah qardaş və onun timsalında bütün xeyriyyətçilərdən razı olsun. Malları, kisibləri inşallah, yalnız Allah yolunda inşallah sərf olsun. Onlara da göstereyim. Abdullah qardaş, mən hafizəniz inşallah siz özünə sözlər deyirsiniz. Birinci növbədə bütün şəhid valideynlərə salamlayıram. Allah sizləri var eləsin, Allah şəhidlərimizi rəhmət eləsin. Ən gözəl, ən uca məqam o şəhidlərin məqamıdır ki, sizlər də onun valideynisiniz. Mən Ərəb kəndinə gələndə həqiqətən hiss etdim ki, burada nə qədər şəhidlərə isti münasibət var. Yolun qırağında gələrkən o şəhidlərin tabloları, mərasim zalına girdi, maşallah olsun, hər yan aboy əvəzinə şəhidlərimizin şəkli. Qürur verici yanlardır ki, bizlər fəxr edirik ki, belə şəhidlərimizə dəyər verən, onları istəyən insanlar var. Mən də elə şəhid xəstəsiyəm. Bütün Qaradağ ərazisində şəhidlərimizin əksin vurulmuş böyük bir tablomuz var. Masalımızın 300-dən artıq şəhidi var orada, hamısı əks olunur. Mərasim zalı tikmişik, orada Xələvüşdə məhəlləsi şəhidlər adına mərasim zalı. Yəni, şəhidlərin adı ən ucaq məqama layiq olan onların adlarıdır. Onları biz yaşatmalıyıq. Allah şəhidlərimizi rəhmət eləsin. Yəni, Baladağı nə qədər ağır olsa da belə, amma Azərbaycanımızın ən ağır yükü üzərinə götürən bu şəhid babalar oldu. Və sizlər fəxr etmək haqqınızdır ki, nə qədər ağır bala dərdi olsa da belə, iftixar duyulası insanlar sizlərsiniz ki, Azərbaycanın bütövlüyü uğrunu, Azərbaycanın müstəqilliyi bütövlüyü məhz sizin balalarınızın sayəsində ərsəyə gəlmişdir. Mən biraz öncə qəbirstanlıqda Sarvala müəllimlə həm söhbət oldum. 10 ilə yaxın və yaxud da 10 ildən artıq bir xidməti olmuş uşaq 23 saatlıq antiterror əməliyyatının qurbanı oldu. Amma orada elə sözlər danışdı ki, ata övladına söz keçirdə bilmədiyim mənə hiss elədi. Dedi, mən ona dedim, balada bəsdir, gəl. Amma dedi, hayata mən gəlsən, mənim qucağımda o qədər dostum, qardaşım olub ki, həyatım dəyişir. Onların bunu məni qoymaz rahat olan, mənim vicdanım var, mən vətənimin bütövlüyü təmin etmədən geri dönmərəm. Allaha rəhmət eləsin Sarvala əmrində, digər şəhidlərində. Onlar bizim yanımıza dönməsə, bizlərlə nəfəs almasalar da vətənin işğalda olan torpağın bizə qaytarır, bizə döndürür, həyatdan keçirir. Allah rəhmət eləsin, şəhidlər haqqında ürəyimiz doludur. Uzun-uzun danışmaq olaraq xatirələri haqqında çox əzizdirlər. Həqiqətən bizlər də onların əzizliyi hər yerdə yaşatmalıyıq. Allah'ın sizlərdə qarşısında bağışlayın, cəsarət elədir danışmağa, mənim içimdən gəlir. Sizlərə də nə deyim, elə bir söz yoxdur ki, dil ifadə eləsin, onu sizə təşəkkür ifadə etmək olsun hafizəmə, ana sizləri. Allah balamızı rəhmət eləsin, hər zaman bacardığımız qədər sizin yanınızda olub, yaralarınıza məhrəm olması üçün çalışarıq, amma nə qədər bacardırırsa, o əlimizdən gəlir. Allah rəhmət eləsin, Asif qardaş, çox sağ olun. Mən Masum Malamın ilgəliyim. Sağ ol ki, Abdullah qardaş, bu şəhidlərə dəyər verdiyə görə. Allah sənə dəyər versin. Allah şəhid ataların həmişə canı sağ eləsin, şəhid analarının canı sağ eləsin. Nə qədər biz yaşayırıq, balalarımız yaşayacaq, şəhidlərimiz heç vaxt unudulmayacaq. Və biz öləndən sonra da sizin kimi dəyərli qardaşlar, əgər bugün bizim yanımızdasınızsa, mən elə bilirəm ki, həmişə nəzərində olacaq bizim şəhid balalarımız. Allah sənə də balağı saxlasın, Allah canını sağ eləsin. Bu günləri mən də şəhid Masumun ilidir. Ona mən Quran hədiyyə eləmişdim. Deməli, mən Əlmərdan balamızın
eline gedəndə orada bir iki dənə cavan uşaq gördüm. Elə uşaqlardan biraz şəhid atalarından arxaya qaldım, onunla maraqlandım ki, bu cavan uşaqlar baxdım, gördüm kasıb balasıdırlar. Lap hətta Masım da kasıb balasıdır. Gördüm bunların əlində Quranın köhnəsi təzəsi yoxdur, canımla qurban. Gördüm bunların əlində balaca bir köhnə yansın çalar. Dedim, əmi qurban, siz Quran oxuyursunuz? Dedilər, bəli, biz Quran oxuyuruq, əmi. Dedim, əmiz sizə, mən bilmirəm, amma Fəttah əmidən sizə Quran alıb göndərəcəm. Fəttah əmi buradadır. O şaxların dedim ki, Masumun yanvarın 10'unda il dönümüdür, mən əmi gəl oturdu, dur burada. Ona Quran aldım, göndərdim. Və mənim gözəl qardaşım Kərbəlayı bizim həmişə yanımızdadır, onun şəhid qardaşım başına dönərəm. Bəli, ona da Abdullah qardaş, sizə də Masumun hədiyyəsi var. Allah cəmi şəhidlərinizin şəhadətini mübarək eləsin. Sağ olun. Kabul eləsin. En büyük töhfədir, Hafız kardeşim. En büyük töhfədir. İnsan insana Kur'an bağışlıyor. Allah sizi var eləsin. Size inşallah bu etimadı doğruluğunu Kur'an'ı okuyun. Ders alın. Acaba bilirsiniz okumayı okuyun. Bilmirsiniz öğrenin. Allah size var eləsin. Dünyasız sonra 4 lat değil ha. 4. اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ياسين والقرآن الحكيم إنك لمن المرسلين على صراط مستقيم. تنزيل العزيز الرحيم. لتنذر قوما ما أنذر آباؤهم وهم غافلون. Bu içimden geldi. Şehidin adından gelmiş hediyeydi. İstedim, evimde Kur'an var, belki o yalan demeyeyim. Haçan belki elime götürdüğüm yadıma geldi. Şehitten gelen hediye olduğuna göre ki, içimden geldi ki, onun verdiği kitabın, onun adına verilmiş kitabı öz sesimle seslendirin. Allah kabul eylesin hediyenizi. Çok sağ olun. Allah kabul eylesin. Bütün hediyeleri, bütün ehsanatları, bugün verilen bu məclisləri Allah hamımızdan inşallah kabul eylesin. Bir neçə ayə Er-Rahman'dan tilavet. Bismillahirrahmanirrahim. Er-Rahman allamel Kur'an. Halakal insane allemehul beyan. Eş-şemsü vel kameru والنجم والشجر يسجدان الله تطغوا في الميزان وأقيموا الوزن بالقسط ولا تخسروا الميزان والأرض وضعها
ومن شر النفاثات في العقد ومن وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم ألف لام ميم ذلك الكتاب لا ريب فيه هدى للمتقين الذين يؤمنون بالغيب ويقيمون الصلاة ومما رزقناهم ينفقون والذين يؤمنون بما أنزل إليك وما أنزل من قبل size sen celil aslanlar bizden selam olsun size sen celil aslanlar bizden selam olsun size ey vatan kurbanları bizden selam olsun size ey vatan kurbanları bizden selam olsun size sen celil aslanlar bizden selam olsun size sen celil aslanlar bizden selam olsun size merhaba eynizden hürriyet libasın soymadız Zaniden doyduz ama cananiden siz doymadız İmtihan merdana verdiz sen geri boş koymadız Bağladız peymanları bizden selam olsun size Bağladız peymanları bizden selam olsun size Ey vatan kurbanları bizden selam olsun size Ey vatan kurbanları bizden selam olsun size Sen gelin aslanları bizden selam olsun Sözlerin zencine merdana gittiz gelmediz Bu vatan eşkinle siz meydana gittiz gelmediz Dertlerin dermanları bizden selam olsun size Dertlerin dermanları bizden selam Torpağına gödem basam Elde bayrak dilde azam Alkanıyla tarih yazan şehirlere selam olsun, selam olsun. Bu torpağın eteğinden cennetiyle çamaytem. Çiğillerde mağrur giden şehitler selam olsun, selam olsun. Feda Rabbin konağına, yetip kusar bu bağına. Yanan gülüm bu dağına, ağlayın, ağlayın. Yoluz düşse Qarabağ torpağına. Bu güzel şehitlerimizin zaman canına ağlayın, ağlayın, ağlayın.
الله جميع الأنبياء والمرسلين والشهداء والصديقين وجميع عباد الله الصالحين والحمد لله رب العالمين آمين آمين يا رب العالمين ve ya hayır ruhine, masum kardeşimizin de ruhin nurani bir salavatla yad edelim. Allahümme salli ala Muhammedin ve ali Muhammedin. Allahümme ya halide levhiye vel kalem ve ya ca'ile sahibel beyti vel harem. ارحم علينا بحق سيد العربي والعزم اللهم استجب دعانا واشف للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات تابع اللهم بيننا وبينهم بالخيرات إنك مجيب الدعوات إنك ولي كل شيء قدير وبالإجابة وبالمغفرة جدير